2023-cü il hadisələrinə qədər rəsmi Bakı münasibətləri siyasi müstəvidə də aydınlaşdırmağa başlamışdı. Məsələn, Laçın dəhlizi ləğv olunana qədər Prezident İlham Əliyev 2023-cü il oktyabrın 6-sında Praqada Avropa Siyasi Birliyinin ilk sammitində Fransa və Avropa İttifaqı Şurasının prezidentləri, eləcə də Ermənistan baş nazirinin iştirakı ilə keçirilən dörtlü görüşdə Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınmasına nail oldu. Və tərəflər Qarabağı artıq müstəqil Azərbaycanın tərkib hissəsi adlandırdılar. Məhz buna görə də 2023-cü ilin aprelində Laçın postunun yaradılmasına kimsə etiraz bildirməyə cəsarət belə etmədi. Nəticədə bölgədə sülhü qorumağa güya ki cavabdehliyi daşıyan Rusiya sülh məramları faktiki fəaliyyətsiz duruma düşdülər və regionu səssiz-səmirsiz tərk etmək məcburiyyətində qaldılar.